Salamünaleyküm, mən bugün sizlərlə yenidən Cəydə Bəkir qızı və onun atasına baş verən hadisələrdən danışmaq istəyirəm. Mənə çoxlu roliklər atırlar, çoxlu WhatsApp-la və yaxud dediyim kimi eynilə kimi üstümə hücum çəkənlər də olur. Mənə kimin düz, kimin səhv olduğunu sübut etməyə çalışırlar. Mənə də atdılar Aqil Abbasın və yaxud İqbal Ağazadənin niyə Oğuzda, Qəbələdə, Bakıda, Şəkidə insanlar öz evlərini kiriyə verərək dolana bilərlər, amma qaçqınlar, köçkünlər azad olunmuş torpaqlardakı evlərini verə bilməzlər. Biz bəzən məsələlərə ya jurnalistin, ya siyasətçinin, ya deputatın gözü ilə baxmağa çalışır. Yəni bizə elə gəlir ki, onların dediyi sözlər daha düzgündür. Mən həmin adamlara demək istəyirəm, siz məsələyə bir başqa tərəfdən baxmısınız. Mən də özüm də olmuşam, Şuşada da olmuşam, Laçında da və orada qalmağa yer tapmadım. 300 manata Laçında ev tapa bilmədik. Yəni Sus kəndində qaldıq. İnsanlar bizə öz evlərini verib, aşağıda padvalda, yəni bomba beşikdə qaldılar. Yəni bunu heç də mən istəmirəm, yaxşıdır. Ancaq mən məsələlərə öz gözümlə və yaxud sizin deputatın, siyasətçinin gözü ilə deyil, jurnalistin gözü ilə deyil, bir başqa rakusdan baxın. Yəni həmin yerlərə şəhid valideynləri gedir. Və təsəvvür edin ki, nə həmin o deputatlar, nə jurnalistlər, nə siyasətçilər, nə Qubada, nə Bakıda, nə Şəkidə, nə Oğuzda, nə Qəbələdə şəhid qanı tökülmüş bir torpaq tapa bilməzlər. Amma bax, siz məsələlərə birdən çalışın, həmin o rakusdan baxın. Yəni şəhid valideynlərinin gözünün gördüyü kimi baxın məsələlərə. Bu adamların balaları qan töküb vətən uğrunda və indi gedib baxanda ki, məsələn, tutaq ki, Şuşada, ya Laçında, ya elə Sus kəndinin özündə təbiəti elə gözəldir ki, ora Laçının hər yerindən belə qəşəng sular axır. Yəni qazlı sular, badamlı belə qazlı, çox dadlı sular axır. Həmin o suyu orada butulkalara doldurub, yəni yarım litrini 2 manata verirlər. Bax, siz həmin məsələlərə, ay siyasətçilər, ay deputatlar, ay jurnalistlər, ay insanlar, o gözdən baxmışsınız, necə görsənir? Bunların balalarının qan tökdüyü yerdə insanlar bəzən ticarət yapmağı, bu cür davranmağı, onlara necə təsir edir? Çıxıb danışanda hamı deyir ki, bu səhv danışır. Axı siz insan balasını itirdiyi yerdə kimsə orada ticarət yapır. Bu da baxır, görür ki, bəs mənim balam nəyə görə getdi? Yəni bu baxımdan heç baxmısınız məsələlərə. Bəli, mən də istəyirəm insanlar yaxşı dolansınlar. Mənim üçün nə fərq var ya Qubada evdə kirəyə qaldın, ya Laçında, ya Qusarda və yaxud Şuşada. Fərq yoxdur, sadəcə baxış fərqlidir. Biz insan olaraq bəzən məsələlərə jurnalistin yaxud aparıcının gözü ilə deyil, ya da siyasətçi, ya da mənim gözümlə deyil, öz gözünüzlə yox, bir şəhid valideyninin gözü ilə baxın. Ən yaxşı göz onlar görür.